Eşqin 5 dili, The Five Love Language, 1992-ci ildə yazılıb bu kitab. Gary Chapman. Bu sahədə, ailə sahəsində çox tanınmış yazarlardan biridir. Kitab da çox yaxşı deməli alınıb. Eşqin 5 dili, The Five Love Language. Orijinalını ona görə oxuyuram ki, dostlardan kimsə bəlkə də ingilisində oxuya bilər. 1992-ci ildə yazılıb. Orada deyir ki, bir nəfər mənə müraciət elədi, dedi, 3-cü həyat yoldaşımdan boşanıram, amma xoşbəxt olmadım. Biri ilə 10 il yaşadım, biri ilə 3 il yaşadım, üçüncüsü ilə bir kişidir. 6 il yaşadım, uşaqlarım da oldu. Deyir, bu kitab bu suala cavab verir. Nə edək ki, ailə davam gətirsin? Çox vacib məsələdir. Niyə? 6 ay, bəzən 1 ay olur tanışlıq tərəflər arasında, cütlüklər arasında. Azərbaycan reallığından danışıram. Mən Avropadan, Amerikadan danışmıram. Ola bilər orada, nə bilim, 2 il, 3 il vətəndaş nikahında yaşayırlar. Bizdə bu ənənə yoxdur, nə yaxşı yoxdur. Bizim bu mədəniyyətə də uyğun gəlmir. Bir yerdə yaşayırlar, ər-arvad kimi. Ondan sonra hələ qərar verirlər, ailə qursunlar, yoxsa ailə qurmasınlar. Azərbaycan reallığında 1 ay, 2 ay. Mən o kriteriyaları gördüm həyat yoldaşımda, bir bəy olaraq. Xanım da məndə gördü o kriteriyaları. Rövşən müəllimin sadaladığı kriteriyaları. Ağıllıyam, zəkalıyam, təhsildən əlavə həm də ağıllıyam. Və sonra və axır, bütün meyarlar var. Bir-birinizi sevirik. Müasir gənclərin dilində desək, elektrik var aramızda. Amma ailə qurandan 6 ay sonra onların hamısı adiləşdi. O elektrik də söndü. O şarj bitdi. O qarşı tərəfin ağılı, zəkası, təhsili də mənim üçün adiləşdi. Bir nəfər kesin dəfə yazmışdı, qəşəng yazmışdı status Facebookda. Deyir ki, bütün emosional zəka təlimlərində öyrəndiklərimiz birinci dəfə ki, o təlimdən sonra əsəbləşir ya, özümüzdən çıxırıq. Ora gedərdi. Ondan sonra hamısı batil oldu, getdi. Yəni, indi ailə qurduq. Bu kitab 5 dənə dil deyir, eşqin dili. Ki, əgər onlara riayət etsək, davam edəcək. Biz, həyat yoldaşları bir-birinin etdiyi yaxşı işi təqdir etsinlər. Fərqi yoxdur. Xanım bəyin işlərini və yaxud bəy xanımın işlərini təkrar edirəm. Burada bıçaq sümüyə dirənən söhbətlərdən getmir. O eyiblərdən getmir. Elə bir eyiblər var ki, orada bıçaq sümüyə dirənib artıq mümkün deyil davam eləmək. Aydındır? Söhbət ondan getmir. İndi mən dərinliyinə getmirəm, hamı bilir nədən danışıram. Yox. Həm bəy tərəfdən, həm xanım tərəfdən bu ola bilər. O istisna, o hallarda istisnadır. Neçə faiz təşkil edir boşanmalarda? Yaxşı. 1. Təqdir etmək. Deyir, Mark Twain, müasir yazıçılardan stat gətirir. Gary Chapman deyir ki, o deyirmiş ki, mən bir təriflə 2 ay yaşayıram. Bir təriflə. Bir dənə tərifləyirəm. İndi həyat yoldaşı ilə, yəqin ki, həyat yoldaşının xüsusiyyətini. İndi sual. Əzizim, necə tərifləyək? Bəy tərifi Azərbaycan dilində desək, yox, təqdir etmək, xəfif də olsa, yüngül də olsa bir sağ ol demək. Deməm, yeməyi xoşumuza gəlmədi, onda neyniyək? Heç də deməyək də. İndi ona gəlirəm elə. Onu soruşur ki, məsələn, necədir, dadlıdır? İndi vacib deyil ki, mən deyim ki, xeyr, dadlı deyil. Öyle bir şey var. Sədi Şirazi deyir ki, bütün yalanları demək olmaz, heç bir yalanı. Bütün doğruları da demək lazım deyil. Orada tərifləyirsən, hər dəfə də o yeməyi pişirir ki, ərimin xoşuna gəlir. Yox, indi orada elastiklik var da, anlaşma olur.